Salam hər kəsə. Bu gün biz Model Data başlığının ikinci alt başlığı olan Create Model Calculation by Using Text olan alt başlığın suallarına baxacağıq. Gəlin suallara keçək. Bununla bağlı 3 dənə suala baxacağıq. Birinci sualda nə deyir? Birinci sualda belə bir hesablama verib. Bu hesablamada gördüyünüz kimi 3 dənə boşluq var. Biz bunları doldurmalıyıq. Hesablamanın özü onu istəyir ki, siz quarter over quarter bu nə deməkdir? Keçən kvartala nəzərən bugünkü hal-hazırki kvartalımız neçə faiz irəliləyib və yaxud da azalıb. Bunu görmək istəyirik. Bunun üçün kitablara baxsaq, ilk hissədə burada bir hesablama var. Baxın, burada bir hesablama və burada da bir filtrələmə əməliyyatı olub. Və bu e, görünüş calculate üzərindən olur. Yəni calculate hesablaması nə üçün istifadə olunur da filtrələmək üçün. Filtrələri hesablamaq üçün istifadə olunur. Yəni birinci yerə kvartal olacaq. İkincidə baxırıq görürük ki, bu mötərizənin içinə 3 dənə arqument daxil olub. Və biz keçən kvartala nəzərən hesablama aparırıq. Yəni əvvəlki kvartal hesablayırıq. Baxın, buradan bilinir ki, əvvəlki kvartal hesablayırıq. Və burada bizim data cavabımız. Bunu oradan da bilə bilərik ki, data 3 dənə arqument qəbul edirdi. Separate last year ola bilməz. Nəyə görə ola bilməz? Çünki separate last year bir dənə arqument daxil edir. Divide bölmə əməliyyatıdır. Find-də hər hansısa bir nəsəni tapmaq üçün istifadə olunur. Yəni, buradakı ola biləcək akslardan biri deyil. Funksiyalardan biri deyil. Burada separate last year ola bilər və yaxud da data da ola bilərdi. Hansı ki, bunlar time intelligence funksiyalardır. Və bunlar dediyim kimi separate last year bir dənə arqument daxil edir. Data 3 dənə arqument daxil edir. Üçüncü hissəyə gəldikdə isə bu sadəcə bir anlayışdır. Yəni, indiki kvartalın əvvəlki kvartala nəzərən necə artdığını, necə dəyişdiyini görmək üçün istifadə olunur. Neyinir? Hal-hazırki kvartaldan əvvəlki kvartalın nəticəsini çıxıb, onu əvvəlki kvartalın bölür. Yəni, burada divide əməliyyatı funksiyası yerinə yetirilir. İkinci suala baxırıq. Burada baxın, sualda şərtdə deyir ki, biz elə bir taksdan istifadə etməliyik ki, onun ən yaxşı satan produkt görməliyik. Adından olduğu kimi burada cavabımız top end. Top end funksiyasını istifadə edərək top 10 məhsulu görə bilərik. Üçüncü sualda, baxın, burada da boşluqlar var. Birinci sualına oxşardır. Gəlin burada sondan geriyə gedək. Yəni 3-dən 2-1 formada, yəni sondan gedək. Baxın, burada bir əməliyyat var. Date, yəni bu bir tarixdir. Tarix aralıdır. Sadəcə burada bilməliyik ki, kalendardır yoxsa kalendar alıdır. Yəni kalendarı 2 üsulla, 2 taksına yarada bilirdik. Bir kalendar, bir də kalendar alıdır. Bunlardan biri fərqi o idi ki, kalendar içinə arqument daxil edə bilirdik. Hansı ki, bu başlanğıc və son tarixə daxil edirik. Kalendar alıdır isə heç bir arqument daxil etməyə ehtiyac yoxdur. Yəni burada cavabımız kalendar olacaq. Yəni üçüncü olur kalendar. İkincidə isə, baxın, burada üçüncü cavabda variable 1 var. Bu nə deməkdir? İl, ay, gün olaraq gedir. Yəni, variable 1 ili göstərir. Bu səbəbdən birinci nəticəmiz il olacaq. İkinci isə, bugünkü günün ilini görmək istəyirik də, biz elə deyilmi? Ona görə də today olacaq. Yəni, nəticə necə olur? Bugünkü günün ilini göstərir və ildən bugünkü il oldu. Ondan 9 il əvvəl göstərəcək. Yəni 9 il əvvəllə bugünkü ilin son gününü göstərir bu aralıq. Yəni qədər növbəti videolarda görüşmək üzrə.